Sən mənə kimi birini bir də tapa bilməyəcəksən. Əslində mənim də məqsədim odur ki, sənin kimi biri bir daha həyatımda olmasın. O qapı odasan. Çıxıb gedə bilərsən. Mən sənə təşəkkür edirəm mənim seçimlərimi mənə xatırlatdığın üçün. Rahatladın. İndi sən istəyən oldu, hə? Dincəl, dincəl. Yaxşılıq sevgi və hörmət çərçivəsində olur. Mən isə burada nə hörmət, nə də sevgi görmürəm. Hər şeyin günahkarı sənsən. Məni günahlandırmaqdan əl çək. Sən öz hərəkətlərin üçün məsuliyyət daşıyırsan, mən də öz hərəkətlərim üçün. Artistlik eləmə. Mənim sənə sərhəd qoymağım artistlik deyil, zərurətdir. Mən sənə zarafat eləyirdim də. Niyə qəlbinə toxundu? Zarafat incitmir, amma bu incitdi. Deməli, zarafat deyil. Mən səni sınayırdım. Münasibətlər sınaq deyil. Münasibətlər qarşılıqlı güvən üzərindən qurulur. Ona görə də mən belə bir münasibətdə olmaq istəmirəm. Bəs siz bu cür manipulyasiyalara məruz qalmısınız?